Bunlar hamısı macunlardır. Qabından görürsünüz də, hamısı. Adsız macundur. Məsələn, bu macun doktorun hazırladığı oynaq ağrıları üçün çox gözəl effekt olan bir macundur. Bel ağrıyır, boyun ağrıyır, qol ağrıyır, diz ağrıyır. Bax, bu macunumuz onun üçündür. Gəldik. Migren. Baxın, görürsünüz, taxta qabının içində saxlayır bunun macununu. Baş ağrıları, migren. Bax, gözə vurur, başa vurur, boyuna vurur. Migren üçün bu taxta qabın içindədir. Bunlar yalnız Seyfəddin Əsəddə olur. Dəmirov üçün, sədəf xəstəliyi üçün. Bax, görürsünüz, özü qablaşdırıb. Çox deyil, bundan bankalarda da hamısı. Dərəsindən bir qaşıq bu qabları qoyub efirə gətiririk. Sədəf, saçın dibində o belə kəpək olur. Yəni, bilirsiniz də, qaşınma. Sonra dəmirov olur, bədəndə ləkələr, filanlar. Bir də görürsən, məsələn, ləkələr düşür buramıza. Mütləq istifadə eləyin. Bu arı südü kremi İbrahim. Üz dərisini. Üzü gözəlləşdirir. Nətər gözəlləşdirir? Gözün altında qara ləkələr, torbalar, nə bilim, sızanaqlar, çivzələr, irinli yaralar, uşaqlar yetkinlik yaşına çatanda bu baş verir. Kürəkdə də olur çox adamda. Bax, o çox gözəl effekti var.